Salam. Bugün biz adi sifarişlərin emalı prosesini ətraflı nəzərdən keçirəcəyik. İlk olaraq sifarişlər bölməsinə keçid edirik. Burada 4 alt bölmə görəcəksiniz. Yeni, qablaşdırmada, təhvilə və hamısı. Gəlin yeni sifarişi emal edək. Yeni bölməsində bütün cari sifarişlərinizi tapa bilərsiniz. Gəlin birinci mərhələ ilə tanış olaq. Məhsulun mövcudluğunun təsdiqi. Sifarişin mövcudluğunu təsdiqləmək üçün sizə 30 dəqiqə vaxt verilir. Bu müddət ərzində sifarişi təsdiqləməyiniz vacibdir. Çünki gecikmə reytinq göstəricinizə mənfi təsir göstərə bilər. Məhsulun stokda olduğuna əmin olun və göndəriləcək anbarı seçin. İndi məhsul üçün qutu əlavə edin. Qutu əlavə et. Sonra məhsul əlavə et. Sonra isə davam et. Bu addım sifarişiniz üçün logistik nömrə yaratmağa imkan verir. Xatırladaq ki, hər bir partnyor üçün ETA təyin olunur. ETA, kuryerin sifarişləri təhvil almaq üçün partnyora yaxınlaşdığı vaxt aralığıdır. Məsələn, ETA saat 14:00-dan 16:00-dək təyin olunubsa, müəyyən olunmuş vaxta qədər daxil olan sifarişlər həmin gün kuryerə təhvil verilmək üçün hazırlanmalıdır. Daha gec daxil olan sifarişlər isə növbəti gün kuryerə təhvil veriləcək. ETA vaxtına qədər sifarişlər həm fiziki olaraq, həm də şəxsi kabinetdə tam şəkildə təhvilə hazır olmalıdır. Əgər siz öz ETA vaxtınızı bilmirsinizsə, bununla bağlı dəstək xidmətinə müraciət edərək məlumat ala bilərsiniz. Qablaşdırmanı yekunlaşdırmaq düyməsinə klik edin və sifarişi təsdiqləyin. Artıq sifarişin statusu təslimə hazırdır. İndi hər iki sənədi yükləyin. Etiket və təhvil təslim aktı. Təhvil təslim aktını 2 nüsxədə çap edin. Biri sizin üçün, digəri isə kuryer üçün qalacaq. Etiket sənədini mütləq termoprinterdən çap edin və qablaşmanın üzərinə yapışdırın. Etiketdə logistik nömrə və sifariş haqqında məlumat göstərilir. Tövsiyə olunur ki, təhvil təslim aktını printerdən 2 nüsxədə çap edəsiniz. Bu sənəd kuryerin məhsulu sizdən təhvil aldığını təsdiqləyir. Akt çap olunmadıqda, kuryer sizə planşet təqdim edəcək və siz həmin planşetdə imza atacaqsınız. Məhsulu səliqəli şəkildə qablaşdırın. Qablaşdırmanın içinə bütün zəruri sənədlər yerləşdirilməlidir. Qəbz, zəmanət talonu və istifadə təlimatı. Qablaşdırmanın üzərinə isə mütləq etiket yapışdırılmalıdır. Hər hansı bir çətinlik və ya problem ilə qarşılaşdığınız zaman tərəfdaş dəstək şöbəsinə müraciət edə bilərsiniz.